Sədərək Ticarət Mərkəzi ətrafında sahibkarların quraşdırdığı reklam lövhələri Dövlət Reklam Agentliyi tərəfindən sökülür. Sahibkarlara məlumat verilmədən lövhələrin sökülməsi Agentliyin əməkdaşları ilə Sədərək Ticarət Mərkəzində çalışanlar arasında gərginlik yaradıb. Sahibkarlar şikayət edirlər ki, kifayət qədər pul verib quraşdırdıqları reklam lövhələri xəbər verilmədən yararsız hala salınıb. Plakatımın qarşısında dayanıb dedim ki, ona əl vurmayın. Ticarət mərkəzinə gələn adam reklam lövhəsi əsasında mənim mağazamı tapıb malımı alır, deyə sahibkar narazılığını bildirib. Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim isə bildirib ki, ümumilikdə sahibkarlara 300 min manata yaxın ziyan dəyib.